İctimai Birliği'nin Bərdə Tərtər Regional Təşkilatının sədri Vasif Əhmədov. Biz bu günləri Bərdə rayon Göyüşlü kəndindəyik. Şəhid ailələri müraciət edib bizə. Biz də bu günləri bu kənddə şəhid ailələrinin kompleksinin təhqir olmasına əlaqədar buradayıq, kənddəyik. Mən buradan hörmətli Cənab Prezidentə müraciət edirəm ki, Cənab Prezident bu cür qaçqın adından istifadə edib kənd əhalisini təhqir edir. O şəhid 9-1-ci Qarabağ şəhidinin xatirə lövhəsini təhqir edir. Bu cür insanlar çoxdur, qaçqınlıqdan istifadə edib şəhid ailərini təhqir eləmək olar. Şəhid ailələri təhqir edir. Xatirə lövhəsini təhqir edir. Əkilmiş şəhid ailəsinin adına əkilən ağaçlar hamısı malla otarlar və kompleks toyuq düzəyən buraxaraq təhqir edir. Və özü də heç kəs sahibində. Mən onun danışığını da mən sosial şəbəkələrdə yayımlayacağım. Baxın, görün kəndin idarəsini, bağça, klub hamısını zəbt edib. Və insanların şikayətinə görə kənddə kəndin 5-6 hektar mal örüsünü zəbt edibdir. Heç kəsin icazəsi olmadan və heç kəsə də ora icazə vermək ki, malını aparsın. Mal örüsünü zəbt edib, özü də kənd cəmaatını təhqir edir. Biz könüllü ictimai nəzarət olaraq vətəndaşların şikayətinə əsasən o kəndə ikinci dəfə gedir. 2 dəfədir ki, bizim nümayəndələri bu qadın təhqir edir. Rezidə kənd cəmaatını. Orada bələdiyyə sədri, icra nümayəndə, hər bir. Yəni, mən onun danışıqlarını yayımlayacağım sosial şəbəkələrdə. Çox sağ olun, təşəkkür edirik. Şəhid ailələri də öz sözlərini deyirlər. Çəkiliş apardı sədrin 1-ci müavini Vahid Məlikov. Sağ olun.